İslam sözünün mənası sülh deməkdir. İslam sözünün köküdür, fissilm, sülh deməkdir. Terror sözünün mənası qorxu deməkdir. Mənası qorxu olan bir kəlmə, mənası sülh olan bir kəlmə ilə necə üst-üstə düşə bilər? Necə İslam terror dini ola bilər? Necə müsəlman terrorist ola bilər? Fussilet surəsi 34-cü ayədə Uca Allah buyurur ki, sənə qarşı pislik edənə qarşı sən yaxşılıqla qarşılıq ver. Belə olan təqdirdə aranızda olan düşmənçilik hissinin bir müddət görəcəksən ki, aranızda bir istilik meydana gəlmişdir. Sənə pislik edənə sən yaxşılıqla qarşılıq ver deyə bizim dinimiz bu şəkildə bizə əmr edir. Belə bir dinin mənsubları necə terrorist ola bilər? Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala Rasulina Muhammedin və ala alihi və sahbihi ecma'in. Bugünkü mövzumuz İslam dini sülh dini olması ilə əlaqədardır. İslam sözünün mənası onsuz da sülh deməkdir. Müsəlman bağışlayan bir şəxsdir. Müsəlmana görə bağışlamaq intiqam almaqdan onun üçün daha savablıdır. Müsəlman bir şəxs belə görür bağışlama məfhumunu. Ümumiyyətlə, biraz əvvəl də qeyd etdiyim kimi İslam sözünün mənası sülh deməkdir. Quran-ı Kərimdə belə bir ayə var. Uca Allah buyurur ki: "Ya eyyuhellezina amanu dukhulu fis-silmi kaffə və la tattabi'u xuduvatiş-şeytan innehu lekum aduwwun mubin." Ey iman gətirənlər, hamınız bir yerdə sülhə, İslama, sülhə gəlin və şeytanın yolu ilə getməyin, şeytana tabe olmayın. O sizin həqiqətən açıq-aşkar düşməninizdir. Diqqət edin, fissilm deyə keçir ayədə. İslam sözünün köküdür, fissilm, sülh deməkdir. Mənası, İslam sözünün mənası sülh deməkdir. Çox təəssüflər olsun ki, bugün mənası sülh olan bir dinin mənsublarına terrorist damğası vururlar. Çox təəssüflər olsun ki, bugün İslamı terrorizm dini kimi qələmə verirlər. Terror sözünün mənası qorxu deməkdir. Mənası qorxu olan bir kəlmə, mənası sülh olan bir kəlmə ilə necə üst-üstə düşə bilər? Necə İslam terror dini ola bilər? Necə müsəlman terrorist ola bilər? İslam sözünün mənası sülh deməkdir. Təbii ki, bir mənası da təslim olmaq deməkdir, amma bir mənası da eyni zamanda sülh deməkdir. Allah-u Teala bizi sülhə çağırır. Sülh şəraitində yaşamağımızı bizdən tələb edir. Bu dinin mənsublarına, ümumilikdə bütün insanlığa. Baxın, Quran-ı Kərimdə başqa bir ayədə Uca Allah buyurur ki, sizə qarşı savaşanlarla siz də Allah yolunda savaşın. Diqqət edin ifadəyə. Sizə qarşı savaşanlarla siz Allah yolunda savaşın. Həddi aşmayın. Demək ki, bizə qarşı savaşmayanlarla biz savaşmayacağıq. Uca Allah sizə qarşı savaşanlarla savaşın buyurur. İslam tarixinə baxdığımız zaman İslam müharibə apararkən müsəlmanlar, İslam ordusu hər zaman müdafiə xarakterli müharibələr, savaşlar aparıbdır. Müsəlman şəxs, sülh dininin mənsubu olan müsəlman şəxs, biraz əvvəl də bəhs etdiyim kimi, intiqam almaqdan daha çox bağışlanmağı üstün tutar, üstün tutmalıdır. Bağışlamaq, günahı olan, xətası olan digər bir şəxsi bağışlamaq bizim dinimizə görə intiqam almaqdan daha savablıdır. Baxın, Fussilet surəsi 34-cü ayədə Uca Allah buyurur ki: "İdfa' billati hiye ahsan fe izellezî beyneke ve beynehu adavetun ke'ennehu veliyyun hamim." Sənə qarşı pislik edənə qarşı sən yaxşılıqla qarşılıq ver. Belə olan təqdirdə aranızda olan düşmənçilik hissinin, düşmənçiliyin bir müddət görəcəksən ki, aranızda bir istilik meydana gəlmişdir. Bizim dinimiz sənə pislik edənə sən yaxşılıqla qarşılıq ver deyə bizim dinimiz bu şəkildə bizə əmr edir. Belə bir dinin mənsubları necə terrorist ola bilər? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, "Mən la yerhamun nasə la yerhamuhullah." Kim insanlara mərhəmət edərsə, Allah da ona mərhəmət edər. İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz. Başqa bir ayədə Uca Allah buyurur ki, yer üzərində adam öldürməyən, qətl törətməyən və fitnə fəsad törətməyən bir şəxsi, bir kimsə öldürərsə, bütün insanlığı, bütün insanları öldürmüş kimidir. Diqqət edin. Bir insanı öldürmək, qətl törətməyən və fitnə fəsad törətməyən bir insanı öldürməyi bizim dinimiz bütün insanları öldürmüş kimi qələmə verir və bu şəkildə bu işi görənin bu şəkildə günah qazanacağını bildirir. Eyni zamanda bir insanı ölümdən xilas etmək də bütün insanları ölümdən, təhlükədən xilas etmiş kimidir. Bunu da həmçinin bizim dinimiz buyurur. Yenə başqa bir ayədə Uca Allah buyurur ki, "Xuzil affə və'mur bil-urfi və a'rid anil cahilin." Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xitabən Uca Allah buyurur ki, sən
bağışlanma yolunu tut və yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər. Bu ayə ilə əlaqədar bir rəvayəti də sizlərə danışmaq istəyirəm. Bu ayənin işləndiyi, belə deyək, bir rəvayəti. Həzrət Ömərin vaxtında baş vermiş bir hadisədir. Həzrət Ömərin yanında, Həzrət Ömərin də çox sevdiyi bir şəxs vardı. Hür bin Qays deyə. Həzrət Ömər Hür bin Qaysin fikirlərinə çox hörmət edərdi və hər zaman onun yanında olmasını istəyərdi. Ona çox hörmət etdiyi bildirilir. Hür bin Qays. Və bu Hür bin Qaysin da əmisi var. Uyeynə deyə bir əmisi var idi. Uyeynə deyilən bu əmisi də biraz kobud bir şəxs olub. Xüsusilə Həzrət Ömərə qarşı kobudluq ilə seçilən bir şəxsdir. Bir gün bu həmin Uyeynə adlı bu şəxs gəlir qardaş oğlu Hür bin Qaysin yanına ki, qardaş oğlu sənin Xəlifə Ömərin, Həzrət Ömərin yanında, möminlərin əmri Xəlifə Ömərin yanında çox böyük hörmətim var. Bir şərait yarat, onun qəbuluna düşüm, ona bəzi sözlərim var. Hür bin Qays da əmisinin bu sözünü yerə salmır, Həzrət Ömərin qəbuluna düşmək üçün şərait yaradır. Uyeynə Həzrət Ömərin qəbuluna düşən kimi elə içəri girən kimi ilk sözü bu olur: ey möminlərin əmri, sən ədalətlə hökm etmirsən, bizə mal vermirsən və ədalətli bir şəkildə bizim aramızda hökm etmirsən. Diqqət edin, Ömərül Faruq ləqəbli bir şəxsə Uyeynə sən ədalətli bir şəkildə hökm etmirsən deyə içəri girər-girməz bu ifadəni işlədir. Ömərül Faruq halbuki haqla batılı ayırd edən ədalətli Ömər deməkdir. Ləqəbi bu Faruq ləqəbinin budur. Bu ləqəbi ona möminlər vermişdir. Təbii ki, Həzrət Ömər bu sözü eşidən kimi çox hirslənir, yerindən ayağa durur, üzərinə şıxlayır. Üzərinə gedərkən Hür bin Qays, ey möminlərin əmri, uca Allah buyurur ki, bir ayədə: "Xuzil affə və'mur bil urfi və a'rid anil cahilin." Sən bağışlanma yolunu tut. Allah-u Teala Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xitabən bu ayədə buyurur. Sən də o Peyğəmbərimizin yolunu davam etdirən bir möminlərin əmrisən, bir şəxssən. Uca Allah buyurur ki, sən əfv yolunu tut, yaxşı işlər görməyi əmr et və a'rid anil cahilin və cahillərdən üz döndər. Ey möminlərin əmri. Bu əmim Uyeynə də cahildir. Ona baş qoşma, belə deyək. Bu sözü, bu ayəni xatırlayan kimi Həzrət Ömər, o heybətli Həzrət Ömər yerində donub qalır, yerinə oturur, heç bir şey etmir o şəxsə və o şəxsi bağışlayır.